Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Noyabrın 18-də gecə saatlarında Şəmkirdə yerləşən yaşayış evlərindən birinə daxil olan iki naməlum şəxs ev sahibini kəsici alətlə hədələyərək pulunu və evin açarlarını ələ keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunublar. Davam etdirilən tədbirlərlə 15 yaşlı Elnur İsrafilov və 18 yaşlı cənab Qoçayev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq hərəkətləri aparılır. Qeyd edək ki, ad soyadlar şərti idi.